Salam, hörmətli izləyicilər. Bu gün sizə DİM-in 2025-ci ildə informatika fənni üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun 20 variant sınav imtahanı test kitabçasının ilk sınağının suallarını izahını təqdim edəcəyəm. Qeyd edim ki, kitabçada 10 variant mövzu üzrə sınaq var, yəni ilk 10 sınaq mövzular üzrədir. Növbəti 10 sınaq isə tam proqram üzrə, yəni qəbul tiplidir. Bundan əlavə olaraq mən bu sınaqların hamısının izahını verəcəyəm və hansı şəkildə süni intellektin köməyi ilə. Siz sol tərəfdə kitabçanı görəcəksiniz, sağ tərəfdə isə süni intellekt vasitəsilə verilmiş doğru həlləri. Yəni biz bilirik ki, süni intellekt müəyyən xətalar edə bilir. Sadəcə mən ən doğru olanlarını, yəni tam yoxlamışam, ondan sonra bura yerləşdirmişəm və həmin doğru həlləri göstərəcəm. Bunun digər məqsədi də odur ki, özü öyrənmək istəyən şagirdlər və çətinlik çəkən şagirdlərimiz var. Bunların deməli belə şəkildə yerləşdirilməsi həmin şagirdin daha yaxşı başa düşməsini təmin edəcək. Deməli, bundan əlavə olaraq gəlin kitabça haqqında, yəni sınaq 1 haqqında da məlumat verim. Deməli, sınaq 1-imiz hansı mövzuları əhatə edir? Mövzular üzrə götürsək, burada 3 mövzu adı çəkilib. Gəlin bunları DİM-in kitabı ilə nömrələyək. Deməli, birinci mövzu, yəni birinci bölmə DİM-in kitabında biz bilirik ki, 16 bölmə var. Bu da 16-dan ilk bölmədir. İnformasiya və informasiya prosesləri. Bundan sonra gəlir informasiyanın kodlaşması və miqdarın ölçməsi. Bu 3-cü bölmədir. Buradan 3 qeyd edirəm. Bir də informasiya təhlükəsizliyi var. Bu da 16-dır. Və onu qeyd edim ki, əgər siz bu 30 dənə sualı yazsınız, görəcəksiniz ki, içərisində heç 3-cü bölməyə aid sual yoxdur. Yəni, informasiyanın kodlaşması və miqdarın ölçməsinə aid sual düşməyib. Yalnız 1-ci və 16-cı bölməyə suallar var. Bir növ DİM-in toplusundakı ilk mövzu testi var, o tiplidir. Yəni, 1-ci və 16-cı bölməyə aid olan suallardır. İnformasiyanın kodlaşması, yəni hardware düsturudur, ASCII, Unicode-lardır, qrafik, video, səs informasiyanın kodlaşmasıdır. Buna aid sual yoxdur. Bəs digər mövzular hardadır? Məsələn, bu mövzu yoxdur. Bundan sonra gəlir say sistemləri, yəni sınaq 2-dədir. İkinci mövzu sınaq 2-dədir. Sonra gəlir modelləşdirmə və beləcə davam edir. Bir də sınağın düzgün cavabları var. Əgər siz videonu saxlayıb bu QR kodu oxutsaz, sınağın düzgün cavablarını görəcəksiniz. Təbii ki, orada da ətraflı izah yoxdur. Sadəcə cavabları sürətli yoxlamaq üçün istifadə edə bilərsiniz. Və belə. İndi isə davam edək. İlk sualımıza baxaq və bütün sualları həll etməyə çalışaq. Nə soruşulur? Birinci sualda informasiyanın neçə növü var? Biz DİM-in dərsliyinə əsasən bilirik ki, informasiyanın növü dedikdə, yəni duyğu orqanları vasitəsilə qəbul edilən informasiya nəzərdə tutulur. Yəni, insanlar duyğu orqanları vasitəsilə informasiyanı 5 formada qəbul edə bilirlər. Bunlar hansılardır? Görmə informasiyasıdır, gözlər vasitəsilə alınır, səs informasiyasıdır, qulaqlar vasitəsilə, dad informasiyasıdır, dil vasitəsilə, qoxudur, burunla və taktildir, dəri ilə alınır. Biz bunları bilirik və bundan əlavə olaraq bəzi məlumatlar var ki, məsələn, təxminən 80-90%-ni informasiya qəbul edilməsini əhatə edir. Qulaqları da bəzən 5-10% olaraq qeyd edirlər və siz bir növ videoya baxırsınızsa, demək olar ki, bütün informasiyanı almış olursunuz. Amma bu deməkdir ki, dad, qoxu, taktil qıraqda qalır. Yəni, onlardan da müəyyən qədər istifadə etməklə insan tam şəkildə informasiyanı əldə edə bilir. Deməli, buna əsasən sualın doğru cavabı C variantı 5 olacaq. Bir əlavə qeyd edim ki, məsələn, deyə bilərsiniz ki, məsələn, burada 2 cavabı var. İnformasiyanın formaları mövcuddur, rəqəmsal və analoq. Bu, yəni növü deyil. Və yaxud da ki, informasiyanın təqdim olunma üsulları var, təqdim olunma formaları var, belə də deyirlər. Bunlar da 5 dənədir təqdim olunma üsulu. Mətn, ədəd, qrafik, səs və video şəklində, yəni audio-video şəklində. Bunlar təqdim olunma üsullarıdır. Bizdən bu soruşulmur, növ soruşur və ona görə biz də belə olaraq qəbul edirik. Təbii ki, qəbulda biraz daha konkret və dəqiq suallar düşəcək. Bu sadəcə öyrənmək üçün bizə bu şəkildə köməklik edir. Belə, yəni sualımızı bu formada həll etdik. Sual 2. İnformasiyanın xassəsi deyil.
Biz bilirik ki, informatika abituriyent kitabında informasiyanın 5 dənə xassəsi qeyd olunub. Bunlar hansılardır? Aktuallıq, tamlıq, etibarlıq, obyektivlik və anlaşıqlıqdır. Ümumiyyətlə, informasiyanın əsaslı xassələri çoxdur və magistr kitabında bunu daha çoxunu görə bilərsiniz. Amma biz 5-nə diqqət yetiririk. Aktuallıq nədir? İnformasiyanın cari zaman kəsində cari təlimatə uyğun olması. Yəni, cari zamana uyğunluğu deyə bilərik. Tamlıq nədir? Qərar qəbul etmək üçün informasiyanın yetərli olmasıdır, yəni tam olmasıdır. Elə adları ilə uyğun şəkildə gəlir bunlar. Etibarlıq nədir? Belə deyək ki, informasiya etibarlı olsun, amma yəni doğru və gerçəkliyə uyğun olmasıdır. Bir neçə mənbəni tutuşdurursunuz və əgər həmin informasiya bir neçə mənbədə eynidirsə, deməli o həmin informasiya etibarlı hesab oluna bilər. Obyektivlik isə subyektiv fikirdən, yəni subyektin asılı olmadan informasiyanın belə deyək də olmasıdır və bizim onu əldə etməyimizdir və ölçü cihazları vasitəsilə biz doğru ölçü cihazları vasitəsilə biz obyektiv informasiya əldə edə bilərik və subyektdən yayına bilərik. Və bir də anlaşıqlıq var bu yuxarıda. Anlaşıqlıq da o deməkdir ki, informasiyanı əgər qarşı tərəfə sadə və aydın bir şəkildə izah edirsinizsə, bu olur anlaşılan. Yəni, həmin şəxsin bildiyi səviyyədə danışsanız, bu olur anlaşıqlı informasiya. Bəs diskretlik nədir? Diskretliyi biz daha çox əslində alqoritmin xassəsi kimi bilirik və diskretlik o demək ki, alqoritm hissə-hissə, yəni kəsilməklə addımlardan ibarət. Yəni, hissə-hissə addımlardan ibarətdir. Bu mənada çox vaxt alqoritmin xassəsi ilə informasiyanın xassəsini qarşılaşdırırlar ki, şagirdlər burada çaşsınlar. Amma diskretliyin burada süni intellekt belə bir versiyanı da ortaya qoyub ki, bəs analoq və rəqəmsal biz bilirik ki, informasiya var və orada rəqəmsal informasiya, yəni diskret informasiya da deyə bilirik və bu zaman diskret sözü nə olur? Diskretlik şəklində deyilərsə, onda bir növ onun yenə formasını göstərəcək, amma rəqəmsallıq formasını göstərmiş olacaq. Yəni, hər iki halı da götürsəz, buradan heç cür informasiyanın xassəsini əldə etməyəcəksiniz. Ona görə doğru cavab Y variantı diskretlik olur. Üçüncü sual, informasiyanın emal prosesidir. İnformasiyanın emalı nə deməkdir? Baxın, burada tərif qeyd edilib. İnformasiya emalı mövcud informasiya üzərində müəyyən qaydalara əsasən aparılan və yeni informasiyanın alınması yaxud formasını dəyişdirməsi ilə nəticələnən prosesdir. Burada tərcümədə ola bilər birəbir tam tərcümə keçsə forma dəyişilə bilər. Ola bilər elə cümlə var ki, o biraz orada məna da dəyişilə bilir müəyyən qədər. Fərqi yoxdur. Bu proses zamanı emal baş verir. Redaktör əməliyyatları da emal hesab olunur və belə də fikirləşə bilərsiniz ki, məsələn, bir yazı yazılıb, tutaq ki, yan-yana yazılıb, sonra alt-alta da yaza bilərsiniz bir növ müxtəlif məqsədlər üçün və bu zamanda deməli, müəyyən emal prosesi gedir. Amma digər variantlara baxsaq, elektrik enerjisinin istehsalı nədir? Fiziki sənaye prosesidir, kitabın cildlənməsi, kitabın o maddi üst hissəsi, üz qabığı dəyişir, vərəqlər bir-birinə birləşir. Burada informasiyaya biz dəymirik və bu da sayılmır ona görə və elektron məktubun adi göndərmə bu ötürülmə prosesidir. Ağacın sulanması əlbəttə ki, fiziki prosesdir. Deməli, doğru cavab nə olur? D variantı olacaq. Dördüncü sual, informasiya növü deyil. Deməli, mən bu haqda birinci sualda danışdım. Orada da qeyd etdim ki, informasiyanın növü deyərkən insanın duyğu orqanlarına görə növləri nəzərdə tutulur. Bir də var təqdim olunma üsulu və ya təqdim olunma forması. Buna görə də elə 5 növ var. Amma biz bunları fərqləndirməliyik. Yəni, qoxudur, daddır, düzdür, bu informasiyalar ki var. Dad, görmə, səs, bir də taktil. Buradan yazıram, taktil. Bu 5 dənəsi duyğu orqanına görə növlərdir. Və variantlardan bu cavabları çıxsam, yerdə qalacaq video informasiya, bəs o nədir? Təqdim olunma formasına görə növlərdir. Mətn, ədəd, qrafik, səs və video. Deməli, doğru cavab nə olacaq? Yəni, fərqli qruplaşmaya aid olan video informasiya olacaq. A variantı doğru cavabdır.
5-ci sual. İnformasiyanı qəbul edəcək şəxsin başa düşdüyü şəkildə verilməsi informasiyanın hansı xassəsinə aiddir? 2-ci sualda informasiyanın xassələri haqqında geniş danışdım. Burada da qısa olaraq baxsaq, verilmiş tərif bizdə anlaşılılıq xassəsini göstərir. Yəni, informasiyanın qəbul edən şəxsin, yəni istifadəçinin başa düşəcəyi dildə və formada təqdim olunması anlaşılılıdır. Əgər məlumat qarşı tərəfə aydın deyilsə, anlaşılır sayılmır. Bu da ümumiyyətlə nisbi anlayışdır. Yəni qarşı tərəfin bilik səviyyəsi hansı səviyyədədirsə, ona uyğun dəyişə bilər. Etibarlılıq nə deməkdir? Doğru, dürüst və bir neçə mənbə ilə yoxlandıqdan sonra doğru olan informasiya idi. Tamlıq o idi ki, biz qərar qəbul edə bilək. Aktuallıq o idi ki, cari zamana uyğun olsun. Obyektivlik isə o idi ki, subyektiv rəy olmasın. Beləliklə, deməli, bizdən soruşulan cavab nə olacaq? D variantı anlaşılılıq olacaq. 6-cı sual. Doğru ifadəni müəyyən edin. Deməli, bu da informasiyanın xassəsinə aid olan sualdır. Yazılıb ki, A variantında cari zamana uyğun olan informasiya aktualdır. Burada da aktuallığın tərifi verilib. Yəni, cari zamana uyğun olan informasiya aktualdır. Bu doğrudur. Ona görə A variantını biz seçməliyik. Bəs digər variantlar niyə yanlışdır? B variantda baxsa, yazılıb informasiya tamdırsa, o həmişə aktualdır. Məsələn, burada nümunə göstərir ki, 50 il qabaqki hava proqnozu var. O tam məlumatdır, amma bugün heç bir aktuallığı rol oynamır. Yəni, bugünkü gündə bu informasiya bizə lazım deyil. Elmi məqalələrdə informasiya həmişə aktual olur. Bu da yanlışdır. Məsələn, köhnəlmiş elmi nəzəriyyə ola bilər və yaxud da təkzib və inkar olunmuş tədqiqatlar ola bilər ki, onlar artıq aktuallığını itirir. Daha biz ondan danışmırıq. İnformasiya başqasının fikrinə asılı deyilsə, aktualdır. Bu obyektivliyin tərifidir. Yəni, burada yazıb ki, obyektiv informasiya aktualdır. Amma bu da yanlışdır. Yəni, obyektiv informasiya var, amma bugünkü gündə aktual olmaya da bilər. Etibarlı mənbələrdən alınan informasiya aktual olur. Yenə burada da etibarlı mənbədən, məsələn, bir tarixdə baş vermiş bir hadisə var, dəqiq etibarlı mənbədə qeyd olunub, amma bugünkü gündə yəni aktual olmaya bilər. Deməli, doğru cavabımız nə olacaq? A variantı olur. 7-ci sual. Sezar üsulu ilə şifrələnmiş film sözünün şifrini müəyyən edin. Burada da bizə ingilis əlifbası verilib. Bu suallarda çox vaxt bizə K açarı verilir və ona görə şifrələyirik. Yəni, hərfləri sağa və ya sola doğru K açarı qədər sürüşdürürük. Amma açar verilməyəndə biz aşağıdakı cavab variantlarına baxmalıyıq və ona uyğun elə bir söz seçməliyik ki, həmin sözdə bizim verilmiş əvvəlki sözümüzün bütün simvolları eyni qədər və eyni tərəfə deməli sürüşmüş olsun. Məsələn, F hərfi tutaq ki, deyirəm, 2 vaiz sola sürüşübsə, deməli I hərfi də, L hərfi də, M hərfi də, yəni buradakı bütün simvollar sola doğru 2 vaiz sürüşməlidir və ya bütün simvollar sağa doğru 2 vaiz sürüşməlidir. Əgər hər hansı biri burada fərqlənirsə, yəni biri sağa doğru sürüşür, biri sola doğru və ya müxtəlif rəqəmlərlə sürüşmə baş verirsə, biz bu cavabı düzgün hesab etmirik. Gəlin indi bir-bir bütün hərflərə baxaq. F hərfinə baxsaq, görəcəyik ki, F hərfi deməli, sürüşüb hara? Burada görə bilərik ki, variantlar uyğun ya A-ya sürüşüb, ya B-yə. Deməli, sola doğru sürüşmə baş verib. Və bunlardan əgər B hərfinə keçmişiksə, 4 addım geriyə gəlmişik. Yox, əgər A hərfinə doğru gəlmişiksə, onda 5 addım geriyə getmişik. Deməli, burada F hərfi B-yə çevrilməsi var, bir də A-ya çevrilməsi var. Burada 2 variant yaranır. Yəni, normalda bizim hərflərimiz o belə olacaq. B ilə başlayacaq ya da A ilə başlayacaq. Söz belə başlamalıdır. Daha sonra baxıram ikinci hərfə, I hərfidir. Burada da baxıram I hərfinə. Sola doğru sürüşsə, görəcəyim ki, H var, G var, F var, Y var. Düzdür? Dördüncüsü 7, beşincisi D-dir. Burada baxıram, dördüncü 7, beşinci D-dir. Bu nəyə uyğun? 4 addım olan B idi. Yəni, burada B ilə başlayan idi. Burada E olacaq. Bir də A ilə olanda da D olacaq. Və fikir versəz, əgər söz B ilə başlayırsa, E ilə davam etməlidir. A ilə başlayıbsa, D ilə davam etməlidir. Variantlara baxıram, görürəm ki,
A-dan Y ilə başlayır. Deməli, bunların heç biri doğru deyil. Digər Y variantı da B, F şəklindədir. Bunu da seçmirik. Qaldı B və C variantları. Burada üçüncü simvol eynidir, H-dır. Əslində onu yoxlamaya da bilərik, amma özünüz saysaq görəcəksiniz ki, 4 simvol sağa, sola doğru sürüşdürsəz, bizə L simvolundan gəlib çıxacaq H-a. Saya bilərsiniz. Burada da üstündən qeydlədim. Və M simvoluna baxsaq, M simvolu üçün də M-dən gələcək I-yə. Görək elə gələ bilirikmi? M-dən. Baxın, üstündən istəyirsiniz işarəliyim. L-dir, K-dır, J-dir və I-dir. Deməli, i-nin üzərinə gəlmiş olacaq. Və C variantı deməli yanlışdır. Doğru cavab olacaq B, E, H, I şəklində, yəni B variantı. 8-ci sual. Sezar üsulu ilə şifrələnmiş disk sözünün şifrini müəyyən edin. Bizə ingilis əlifbası verilib, bir də K bərabərdir 5 açarı verilib. Mən 7-ci sualda qeyd etdim ki, əgər açar verilməyibsə, cavab variantlarına baxırıq. Amma açar verilibsə, normal şəkildə Sezar şifrələmə üsulunda sağa doğru və ya irəliyə doğru K açarı qədər hərfləri sağa doğru deməli sürüşdürməliyik. Və baxsaq burada bizə disk sözündə D hərfindən başlayacaq. Burada da bir-bir addımlar qeyd olunub açıq şəkildə. Birini mən sizin üçün bu əlifbanın üzərində göstərəcəyəm. Deməli D hərfidir. Bundan sonraki hərfin üzərinə ştrik qoyursunuz. E-dir, F-dir, G-dir, H-dır və I-dir. Gördünüz, 5-incisi gəldi, düşdü i-yə və siz o i hərfini neyinirsiniz, seçmiş olursunuz. Və digərlərini də eyni qayda, i-ni yoxlasaq n alınacaq, s-i yoxlasaq x və k-nı yoxlasaq p şəkli alınacaq və doğru cavab olacaq i, deməli i, n, x, p şəklində doğru cavab y variantı olur. 9-cu sual. Şagird Paint proqramında ağ-qara təsviri rəngləyir. O, bu təsvir üzərində hansı informasiya prosesini yerinə yetirir? Bu sualda cavab olacaq D variantı emal. Mən 3-cü sualda da bu barədə danışdım ki, informasiya emalı dedikdə informasiya üzərində olan məzmun və ya forma dəyişikliyi başa düşülür və burada da şagird təsvir rənglədiyi üçün informasiyanı dəyişdirmiş olur, yeni formaya salmış olur. İnformasiyanın bəs toplanmasıdır, qəbuludur. Aydın məsələdir ki, burada elə bir şey baş vermir, yəni informasiyanın arası yığmırıq, hansısa qurğunu almırıq, saxlanmadır bir yerdə, onsuz da burada saxlanıb Paint proqramında bunun aidiyyatı yoxdur. Ötürülmə də ki, baş yerə göndərməkdir. Burada sadəcə verilmiş informasiya üzərində bir proses yerinə yetirilir, əməliyyat yerinə yetirilir və bu da emal adlanır. Deməli, doğru cavab D variantı olacaq. 10-cu sual. İnformasiyanın qrafiki təqdim olunmasına aid deyil. Mən 1-ci və 4-cü suallarda bu barədə danışdım və demişdim ki, orada informasiyanın təqdim olunmasına görə 5 növü var. Hansılar idi? Mətn, ədəd, qrafik, səs, yəni audio və video var idi. Bizə baxsaq burada görəcəyik ki, foto, şəkildir, diaqramdır, sxemdir, çertyoşdur. Bunlar hamısı qrafikaya aiddir, yəni şəkil, bir növ şəklə aiddir, amma səs yazısı isə audio informasiyası. Doğru cavab C variantı olacaq. Burada da qeyd olunub. 11-ci sual. Hansı növ antiviruslar vaksinləşmə yolu ilə virusları aldadaraq proqramların yoluxmasının qarşısını ala bilər? Bu sualda cavab olacaq D variantı immunizatorlar. Bunu belə yadda saxlamalıyıq. Vaksin sözü ilə immunitet sözü və immunizatorlar da bu sözə yaxın olan bir sözdür. Ümumiyyətlə, mən bütün antivirus proqramlarını burada qeyd etmişəm və bunları yadımızda saxlamayıq ki, hansıları var ümumiyyətlə. Cəmi burada 6 dənə növü var və bizdən soruşulan vaksinlərdir, immunizatorlardır və ümumiyyətlə vaksinlər nə iş görür? Normalda insan bədəninə vurunda vaksinlər ümumi immunitet, insanın immuniteti artır. Reallıqda amma immunizatorlar nə iş görür bəs? Proqramı güya ki, yoluxmuş kimi göstərir. Yəni, əslində proqrama heç nə olmur, sadəcə proqram başlayır anormal hərəkətlər etməyə, anormal işləməyə və bu zamanda düşmüş virus elə bilir ki, bu proqram, bizim proqramımız, bizim faylımız virusa yoluxub, ona görə də həmin proqrama toxunmur və belə deyək də cəhd etmir, onu yoluxdurmağa təkid etmir. Baxın belə, digər viruslar, antiviruslar nədir, nə cür işləyir, onlara baxaq. Detektorlar var. Detektor müəyyən etmək deməkdir. Onlara
məlum olan virusları müəyyən edir, tapır. Doktorlar nə edir? Həm aşkar edir, həm tapır, həm də zərərsizləşdirir. Müfəttişlər nə iş görür? Cari vəziyyətlə, yəni son vəziyyətlə ilkin vəziyyəti müqayisə edir və orada bilir ki, belə deyək də, virus var yoxsa yoxdur. Doktor müfəttişlər hər iki proqramın imkanları özündə birləşdirir. Süzgəclər, filtrlər nə edir? Görür ki, virus çoxalmaq istəyir və ya hər hansı bir zərərli, təhlükəli əməliyyat yerinə yetirəcək, onları bloklayır, onları saxlayır. Baxın belə. 12-ci sual informasiyanın kompleks mühafizə sisteminə aid deyil. Bu sualda bizdən informasiyanı müxtəlif təhdidlərdən necə qorumaq olar? Bu soruşulur və bunun üçün də biz bilirik ki, bir neçə mühafizə lazımdır bizə və təbii ki, bu mühafizələr hansılardır? Proqram aparat mühafizəsi, təşkilati mühafizə, qanunverici mühafizə və mühəndis texniki mühafizə. Bu mühafizələrdir. Və fikir versəz, termin bizə nə cür verilib? İnformasiyanın kompleks mühafizə sistemi. Niyə biz burada bu mühafizələri birləşdirib yalnız informasiyanın mühafizə sistemi demirik, kompleks sözünü də əlavə etmişik? Çünki bizdə burada həm proqram aparat mühafizəsi, həm də mühəndis texniki mühafizə var. Baxın, bu ikisi. Bunlar birbaşa informatika ilə bağlı mühafizələrdir, amma yerdə qalan təşkilati mühafizə və qanunverici mühafizə isə bir növ dövlətlə bağlı, siyasətlə bağlı, yəni müəssisə ilə bağlı bir mühafizələrdir. Onlar biraz ayrıdır və informatika və informatikadan ayrı olan mühafizələr bir yerə gələndə biz burada kompleks sözünü işlətməliyik. Ona görə informasiyanın kompleks mühafizə sistemi deyirik. Və bu kompleks sözünə adi həyatda da rast gəlirik və yaxud da ki, riyaziyyatda da rast gəlmişik. Tutaq ki, kompleks ədədlər. Yəni, ədədin həqiqi və xəyali hissələri birləşir, kompleks ədəd yaranır. Və yaxud da kimyada da var bu. Kompleks birləşmələr, 2 molekul, 2 dənə maddə birləşir, kompleks bir maddə yaranır, birləşmə yaranır. Ona görə də yəni bir-birindən bir növ ayrı olan məsələləri biz birləşdirəndə burada kompleks sözünü işlətməliyik. Və bu 4 mühafizə ki var, yəni bunları da əlavə etsək, ümumilikdə informasiyanı biz nə edə bilərik? Qoruya bilərik. Bəs yerdə nə qalır? Şəxsi mühafizə. Şəxsi mühafizə isə burada birbaşa fərdi insanı biz fiziki təhlükəsizliyini təmin etməyi. Bu da əslində müəyyən mənada deyə bilərik ki, dolayısıyla şəxsin də bir informasiya var, biz onu da qoruya bilərik. Amma burada birbaşa baxmalıyıq. Yəni, birbaşa biz şəxsi qoruyuruqsa, əlbəttə ki, orada informasiyanı qorumuruq. Yəni, birbaşa insanı biz qorumuş oluruq. Ona görə də bu sualın doğru cavabı C variantı şəxsi mühafizə olacaq. 13-cü sual antivirus proqramı deyil. Biz antivirus proqramlarını tanımalıyıq. Yəni, Panda, Titanium, Avast, McAfee və Doctorware bunlar antivirus proqramlarıdır. Disk Fragmenter isə fərqli bir xidməti proqramdır. Yəni, doğru cavab bizdə D variantı olacaq. Bəs Disk Fragmenter nə deməkdir? Gəlin bunu baxaq. Disk Fragmenter diskdəki dağınıq faylları birləşdirib sistemin sürətini artırmaq üçün istifadə olunur və bu daha çox köhnə yaddaş qurulanda HDD-də istifadə olunurdu. Yəni, bugün də HDD var, amma Windows əməliyyat sistemlərini yavaş açdığı üçün HDD-lərdən az istifadə olunur və artıq SSD-lərə keçiblər. SSD bir növ indiki telefon yaddaşı kimi, yəni flash tipli yaddaşlardır. HDD-lərdə isə o iynəsi var və o iynənin çox hərəkət etməməsi üçün dağınıq fayllar yaxın yerləşəndə iynə daha az cızıq edir və daha sürətli işləyir. Amma bugünkü gündə SSD-lər var. SSD-lərdə disk fragmenter işləmir. Əksinə orada optimize adlı və ya trim adlı bir funksiya var. Ondan istifadə olunur. Optimize şəkildə yazılır və ya buna trim də deyirlər. Trim şəkildə bir funksiya var və o funksiyanı işə salanda artıq yaddaşda olan o deməli faylı biz silirik və təzədən faylı yazanda orada boş hissələr yaranır. Yəni o bir növ zibilliklər yaranır. Həmin zibilliyi təmizləmək üçün istifadə olunan bir proqramdır. Yəni ümumilikdə götürsək, yəni Optimize Disk Fragmenterdir. Hər ikisi nə iş görür? Sistemin sürətini artırır, yəni optimallaşdırır. Ona görə də biz bu proqramı qəbul edirik ki, optimallaşdıran proqramdır. Bəs ümumilikdə harda yerləşir?
Baxın, bu əslində deməli yerləşəcək. Baxın, xidmətli proqram növlərində bax burada optimallaşdırma proqramı qısa yazıram. Optimallaşdırma proqramı. Bəs ümumilikdə bu mövzu harda biz bunu öyrənməliyik? 6-cı bölmə var, proqram təminatı, yəni software. Orada deməli ümumi təsərrüfat, yəni kitabdakı təsərrüfat bu cürdür. 3 dənə əsas hissə var: sistem proqramı, tətbiqi proqram və qarışma alətləri. Və sistem proqramı 2 yerə bölünür: əməliyyat sistemi, xidmətli proqramlar, xidməti, yəni utilitlər. Utilitlərin içərisindədir bu. Utilitlərə nələr daxildir? Arxiivləşmə proqramları, antivirus, diaqnostika, driver və optimallaşma proqramı. Yəni optimallaşma yazılmayıb birbaşa olaraq Timin kitabında, amma bu kimi, yəni çünki utilitlərin sayı çoxdur. Biz burada 6, 7, 8 utilitlərin sayını çoxalda bilərik. Onlardan biri də məhz disk fragmenter olur ki, optimallaşma proqramıdır. Deməli, sualın doğru cavabı biz nə götürürük? D variantı disk fragmenter götürmüş oluruq. 14-cü suala baxırıq. Uyğunluğu müəyyən edin. Baxın, burada olan 1, 2 və 3-cü başlıqlar qısa şəkildə burada qeyd olunub. Sağ tərəfdə görürsünüz ki, məsələn, birinci nədir bizdə? Əməliyyat sistemini dərindən bilən və nümunəsini yenidən paylaşma mütəxəssisdir. Bu kimdir? Hakerdir. Yəni, birə biz B-ni götürürük. İkincidə soruşur ki, müdafiə sistemini və lisenziyanı qıran mütəxəssis kimdir? Bu Krekerdir, özü, və ona görə 2-yə C götürürük. Və üçüncü bənddə dərin biliyi olmayan sadəcə hazır utilit. Biz bundan əvvəlki sualda gördük ki, yəni 13-cü sualda gördük ki, utilit hazır xidmət proqramlardır və ya skriptlərdən, hansı ki, skriptlər də o qara səhifələrdə kod yazıları. Məsələn, bash scripting var, yəni Linux əməliyyat sistemlərində olan müxtəlif yazılar. O yazılardan istifadə edirlər və o əmrlərdən istifadə edirlər. Həmin əmrlərlə müxtəlif xırda işlər görən adamlara script kidli ssenari uşağı adlandırırlar. Yəni, ən zəifi bunlardır. Ən güclüsü hakerdir, sonra kreker, ən zəifi ssenari uşağıdır və üçə də uyğun gəlir A variantı. Deməli, sualın doğru cavabı tapsaz görəcəksiniz ki, Y variantı olacaq. 15-ci suala baxırıq. Bazar günü Arif dostunun evinə qonaq getdi. Dostu ona qarşıdakı dayanacaqdan avtobusa minib geri qayıda biləcəyini dedi. Arif dayanacaqda 3 fərqli nömrəli avtobus gördü və anladı ki, dostunun verdiyi informasiya ona geri qayıtmaq üçün qərar qəbul etməyə kifayət etmir. Dostunun verdiyi informasiyanın hansı xassəsi ödənilmir? Burada qərar qəbul etməyə kifayət etmir sözü yazılır. Baxın, bu bizə artıq informasiyanın tamlığının göstəricisini bizə verir. Yəni, sualın doğru cavabı C variantı tamlıq olacaq. Mən 2-ci və 5-ci sualda da ətraflı şəkildə informasiyanın xassəsinin sizə izahını verdim. Və digər variantlar niyə yanlışdır? Baxın, burada da digər variantların tərifi verilib və bunlar da uyğun gəlmir. Amma ən yaxını etibarlıdır. Onu qeyd edim ki, Arifin dostu informasiyanı verir, etibarlı adamdır. Sadəcə informasiyanı tam verməyib. Yəni, deməli, Arifin dostu yalan danışmıyıb. Sadəcə informasiyanı tam verməyi yadından çıxıb və yaxud da ki, elə informasiyanı yarımçıq verib. Amma o etibarlı, doğru bir adamdır və ona görə də onun informasiyası sadəcə olaraq tam deyil. Yəni, bu şəkildə biz bunu qəbul etməliyik. Doğru cavab C variantı olacaq. 16-cı sual. Uyğunluğu müəyyən edin. Bu sual informasiyanın xassələrinə aiddir və biz də 2-ci, 5-ci və 15-ci suallarda informasiyanın xassələri haqqında geniş danışdıq. İndi isə qısa olaraq variantları uyğunlaşdırsaq, birinci uyğun gələcək, yəni cari zaman anına uyğun olan informasiya aktual informasiyadır. İkinci uyğun gələcək, ayrı-ayrı mənbələrdən eyni obyekt haqqında alınan və üstə düşən informasiya etibarlı informasiyadır. Bir də başqasının fikrindən asılı olmayan informasiya, bu da obyektiv informasiyadır. Deməli, sualın doğru cavabı A variantı olacaq. Onu buradan qeyd edirəm. 17-ci sual. Kompüter viruslarından qorunma səviyyələrinə aiddir. 3 səviyyəsi var ümumiyyətlə kompüter viruslarından qorunmasının. Birincisi, virusların daxil olmasının qarşısı alınmasıdır. Buna preventiv qorunma deyilir. Yəni, əvvəlcədən biz bilirik ki,
kompüterə virus düşə bilər və bu zaman biz kompüterə ümumiyyətlə virus düşməsini əngəlləyirik. Yəni təhlükəli saytlara girmirik. Ondan sonra məsələn təhlükəli şəbəkələrə qoşulmuruq. Öz şəbəkəmizdə məsələn şəbəkə divarı, yəni firewall qoşuruq və digər təhlükəsizlik işlərini yerinə yetiririk. Və bu olur birinci mərhələ. İkincidə virus hücumlarının qarşısının alınması, yəni aktiv qoruma. O deməkdir ki, artıq virus bizim kompüterimizə düşür və icra olunur. Bu zaman biz nə etməliyik? Məsələn, interneti kəsmək ola bilər, antivirus proqramını başlatmaq ola bilər ki, biz virusu zərərsizləşdirək. Yox, əgər bu da baş verməsə, onda üçüncü mərhələ yerinə yetirilir. Yəni, virus hücumlarının təsirinin minimuma endirilməsi, yəni nəticələrin aradan qaldırılması. Yəni, burada biz nə etməliyik? Artıq tutaq ki, kompüter donub, ekran qaralıb və s. Bu zaman biz yaddaşı oradan ayıra bilərik, kompüterin yaddaşını götürə bilərik ki, bizim orada qiymətli məlumatlarımız var, onları başqa kompüterə köçürək və bu şəkildə ziyanın belə deyək, yarısından da olsa qayıda bilək. Bəs səhv bəndlər nədir? 2 və 3-cü bəndlər virusların izlənməsi və onların təyin edilməsinə aiddir. Təbii ki, viruslar kompüterə izlənir, növü təyin edilir. Bunlar antivirus proqramının iş prinsipləridir. Ona görə bu variantları biz seçmirik. Deməli, doğru cavabımız A variantı 1, 4, 5 şəklində olacaq. 18-ci sual. İnformasiyanın biometrik mühafizə sistemlərinə aiddir. Burada biometrik mühafizə sistemi deyilikdə, yəni normal bildiyimiz parol və ya pin kod yazıb hansı sistemə daxil olmaq deyil, məhz insana aid, canlıya aid olan bir mühafizə sistemindən söhbət edir. Yəni, bio bilirik ki, canlı deməkdir, metriya ölçən deməkdir. Yəni, canlılara aid olan bir ölçmə sistemindən istifadə olunur. Gəlin bir-bir baxaq. Gözün qizəhlik işarasına görə tanıma. Bu nə deməkdir? Normal insanın göz bəbəyi var, ortada qara gördüyümüz və onun ətrafında nə var? Gözün qizəhlik işarası, yəni rəngli işarası. Məsələn, göy göz deyirik, bir adama, birinə yaşlı göz deyirik. Həmin o rəngli hissə, yəni halqa nə hesab olunur? Quzeylik işa hesab olunur və bu quzeylik işanın hər kəs müxtəlifdir, müxtəlif naxış var, ona görə də bundan istifadə edilir və bu da ən etibarlı biometrik üsullardan biri hesab edilir. İkinci, deməli, ovucun temperaturuna görə tanıma. Bu yanlışdır. Ümumiyyətlə, burada əslində hamısının, deməli, göz, ovuc, nitq, barmaq, üz, bunlar doğru verilib. Sadəcə onların xüsusiyyətləri fərqlənir. Yəni, doğru verilməyən, məsələn, ovucun tutaq ki, temperaturu yazılır. Burada temperatur yanlışdır. Yəni, olmalıdır ovucun əldə, yəni olan, ovucda olan sümüklərin əmələ gətirdiyi bir cizgi, bir naxış əmələ gətirir, qan damarlarının əmələ gətirdiyi bir şəkil və bunlar hər biri hər insanda fərqlənir. Yəni, temperatur isə ola bilər ki, adamların təsadüfən temperaturları üstə düşə bilər. Yəni, buna görə biz 2-ni seçmirik. Nitqin özəlliklərinə görə tanıma hər kəsdə fərqlidir. Səs tembri, danışıq tezliyi və s. Bu da seçirik, bu doğrudur. 4-cü, barmaq izinə görə tanıma. Bu da ən klassik bir mühafizə üsuludur. Yəni, çox istifadə olunan barmaq izi var. Yəni, hərədə müxtəlif cürdür, bundan istifadə olunur. Və üzün rənginə görə tanıma. Əslində kitabda yazılıb ki, saçın da rəngi müəyyən qədər rol oynayır, amma ümumiyyətlə daha çox üzün cizgiləri, yəni sümüyünün və s. quruluşu önəmlidir. Çünki saç rəngi deyirlər, saçlar asanlıqla rəngini dəyişmək olur, eləcə də üzdə də müəyyən rəng dəyişikliyi edilə bilər. Yəni, orada rəng ikinci plandadır. Əsas məsələ üzün cizgiləridir. Ona görə biz 5-i seçmirik. Bir növ Face ID eşitmişsə, yəni üz tanıma və onun da 2D və 3D növləri var. Yəni, bu bahalı cihazlarda, məsələn, iPhone-larda 3D, 3 ölçülü deməli, üz tanımadan istifadə olunur ki, bu da daha, belə deyək də, güclü bir qoruma sistemidir. Deməli, sualın doğru cavabı olacaq 1, 3, 4 və cavab variantı olaraq da biz B variantını seçirik. 19-cu sual, uyğunluğu müəyyən edin.
Deməli, gəlin baxaq. Ümumiyyətlə, bütün proqramları burada aşağıda mən qeyd etmişəm. Hansı proqramlar var? İctimaiyyətə məxsus proqram var. Bunlar public domain software-dir. Şərti ödənişsiz proqramlar var. Shareware, ödənişsiz proqram təminatı var. Freeware və özəl proqram təminatı, proprietary software və ticari proqram təminatı, commercial software. Və bunların hər birinin qarşısında tərifləri yazılıb. Yəni, ictimaiyyətə məxsussa bir proqram təminatı onun sərbəst üzü köçürülə bilməlidir və müəllif hüququ ilə qorunmamalıdır. Bir uyğun elə gələn nədir? B variantı gələcək. İkincidə nə olmalıdır? Bizdə şərti ödənişsiz proqram təminatı deyir. Deməli, biz birinci bunu qeyd etdik. Şərti ödənişsiz proqram təminatında müəllif hüququ ilə qorunur və pulsuz olaraq yayınır. Bunu biz 2-yə Y olaraq seçirik, yəni müəllif hüququ ilə qorunan və pulsuz yayılan. Burada da B-ni seçmişik, B və Y. Daha sonra gəlir özəl proqram təminatı. Bu da özəl proqram təminatı müəlliflərin və yaxud qanun sahibinin xüsusi mülkiyyətdə olan proqram təminatıdır. Yəni, burada baxsaq C variantı buna uyğun gəlir. Biz bunu da qeyd edirik və yerdə nələr qalır? Baxın, burada da sizə həmin şeylər qeyd edilib. Qalır bizdə ödənişsiz proqram təminatı, freeware və məsələn, burada cavab variantlarında var olar. Yəni, məsələn, A variantda olsa ilkin kodda daxil olmaqla ödənişsiz yayılan proqram təminatı. Məsələn, burada A uyğun gəlir. Bir də ticari proqram təminatı, yəni gəlir əldə etmək məqsədilə yaranan proqram təminatı. Burada D uyğun gəlir. Amma bunlar variantlarda olmadığı üçün biz elə doğru cavabı nə götürəcəyik? Y variantı götürəcək. Yəni 1-ə B, 2-yə Y, 3-ə C. Bu formada. 20-ci sual uyğunluğu müəyyən edin. Bu informasiyanın təqdim olunmasına aid olan bir sualdır. Biz bilirik ki, 5 dənə növ var. Mətn, ədəd, qrafik, səs və video. Burada 3-ü yazılıb. Mətnə aid olan, baxın burada Y variantına uyğun gələcək. Şeir, hekayə, reklam yazısı, yəni bu hissə. Ədədi informasiya, riyazi ifadələrdir. Ədədlər, tarix, zaman. Deməli, burada A variantına uyğun gəlir. Ondan sonra səs informasiyası, suyun şırıltısı, telefon zəngi, quşun səsi. Bu B variantı da göstərilir. Biz bunları seçirik. Ondan sonra qalır film, klip, video, çarx. Yəni, bu C variantda olan hissə. Bu video informasiyadır. Bir də şəkillər, sxemlər, çertyoşlar. Bu da qrafik informasiyadır. Və ona görə bunları C ilə D-ni seçmirik. Deməli, sualın doğru cavabı olur 1-ə Y, 2-ə A, 3-ə B şəklində, yəni doğru cavab C variantı olacaq. 21-ci sual, süzgəc antivirus proqramlarının fəaliyyəti. Biz bu haqda 11-ci sualda ətraflı danışdıq. İndi burada da baxsaq, süzgəc nə iş görür? Virusdan çoxalıb zərər vurmaq üçün sistemə etdiyi müxtəlif müraciətlər var ki, bunların qarşısını alır, bunları bloklayır. Bunun üçün istifadə olunur. Yəni, süzgəcin funksiyası budur. Yəni, doğru cavab A variantıdır. Bəs digər variantlar nədir? Məsələn, B variantındakı sualda, yəni yazıda doktorların tərif verilib. Yəni, proqramları bir növ sağaldır, faylları sağaldır. Digərində viruslar aldatmaq üçün immunizatordan, vaksindən istifadə olunur. D və Y variantları hər ikisi detektordur. Yəni, faylları sadəcə aşkar edir, axtarıb tapır. Və bu da belə bir antiviruslardır. Bu şəkildə sualı həll edirik. Sual 22. İnformasiyanın yadda saxlanması prosesi deyil. Biz 3-cü və 9-cu suallarda informasiya prosesi haqqında danışdıq. Burada da yadda saxlama deyil, yəni informasiya ümumilikdə saxlanması prosesindən söhbət gedir. Burada da qeyd edilib. İnformasiyanın saxlanması olmayan hansıdır? Əlbəttə ki, mətnin oxunması saxlama prosesi deyil. Nəyə görə? Çünki burada informasiyanı ya qəbul edirik, ya da ötürürük. Bu necə ola bilər? Məsələn, informasiyanı qəbul etmək belə ola bilər ki, mən mövzunu oxuyuram, burada informasiya qəbul edilir. Bir də var ki, ucadan oxuyuram, bu zaman mən informasiyanı qarşı tərəfə ötürmüş oluram. Bu da deməli, ötürmə prosesidir. Hər iki halda saxlanma sayılmır. Digər variantlar bəs nədir? Şahidlərin siyahıya alınması, bu ya kağıza, ya da bir rəqəmsal mühitə yaddaşa köçürməkdir. Bu yaddaşa köçürürsə, deməli, saxlanmadır. Dəftərdə qeydlərin aparılması, bu da kağız üzərində yadda saxlamadır. Diskə yazmaq
rəqəmsal daşıyıcıda yadda saxlamadır və cədvəldə verilən qeyd edilməsi informasiyanın strukturlaşdırılmış şəkildə yadda saxlanmasıdır. Yəni cədvəl özü bir verilənlər strukturudur. Ona görə yəni bunların hamısını biz inkar etdik. Doğru cavab olur A variantı, mətnin oxunması. 23-cü sual. İnformasiya ötürməsi prosesində iştirak edən elementlər ardıcıllıqla müəyyən edin. Bu sual informasiya proseslərinə aid olan sualdır. Gəlin ardıcıllıqla baxaq. Deməli, ilk növbədə bizə lazımdır informasiya mənbəyi. Bu qıraqdan çəkirəm. Buraya yazıram mənbə. Nə deməkdir? İnformasiyanı yaradan və göndərən ilkin obyekt. Daha sonra bir ox çəkirəm. Buraya yazıram kodlaşdırıcı qurğu. Qısa olaraq kod qeyd edirəm. Bu nədir? Kanalla kodlaşdırıcı qurğu nədir? İnformasiyanı kanal ötürmək üçün uyğun siqnal formasına çevirən bir cihazdır. Tutaq ki, biz səsi ötürmək üçün nə etməliyik? Onu kodlaşdırmalıyıq. Daha sonra rabitə kanalı gəlməlidir. Yəni, rabitə kanalını buradan rabitə kanalı bu şəkildə qeyd edirəm və rabitə kanalı siqnalı ötürdüyüm mühitdir. Məsələn, kabeldir, hava dalğalarıdır. Bunun ardınca biz kodlaşdırılmış bu siqnalı dekodlaşdırmalıyıq ki, əvvəlki normal vəziyyətə gətirək. Yəni, dekodlaşdırıcı qurğu siqnalı ilkin informasiya formasına gətirir. Və sonuncu da informasiya qəbul edicisidir. Burada qeyd edirəm, qəbul edici. Qəbul yazıram. Və bu da nə olur? İnformasiyanın çatmalı olduğu sonuncu obyekt. Və bu ardıcıllığı biz belə yaza bilərik. 3, 5, 2, 4, 1 şəklində. Düz cavabı da buradan qeyd edirəm. 3, 5, 2, 4, 1. 24-cü sual. Troyan virusların növlərini müəyyən edin. Troyan virusları ümumiyyətlə adı belə gedir. Trojan horses və yaxud da ki, Troya atları və bunlar 1, 2, 5-ci variantları ki var. Bunlar Troya atları növləridir. Gəlin baxaq. Birincisi, məsələn, qeyd olunub uzaqdan idarə etmə proqramları və ya buna biz Remote Access Trojan olaraq qeyd edirik və baş hərflərini götürəndə RAT şəklində yazılır. Nə deməkdir? Ümumiyyətlə, remote uzaqdan deməkdir. Access isə əl çatımlıq mənasındadır və uzaqdan idarə etmə mənasına gəlir. Bu deməli, zərərli viruslar nə iş görür? Yoluxmuş kompüterə kənardan gizli giriş edirlər və onları idarə edə bilirlər. Yəni, sizin telefonunuz, kompüteriniz kiminsə əlinə keçmədən, yəni uzaqdan idarə oluna bilər. İkinci nədir? Casuslardır. Bunlara spyware deyirlər. Nə deməkdir? Yəni, spy gizli baxmaq mənasındadır, gizli izləmək deməkdir və tutaq ki, sizin şifrənizi belə tapa bilərlər ki, deməli, bu spyware düşür, yəni gizli bu proqram düşür və sizin xəbəriniz olmadan siz əgər parolunuzu yazsınızsa, ekran şəklini çəkir və göndərir hakerə və bu zaman sizin şifrələriniz hakerdə olmuş olur və yaxud da ki, klaviaturada yazı yazsınız, həmin o klaviaturadakı klaviş səslərini göndərir, qeydə alır və göndərir qarşı tərəfə hakerə. Buna da keylogger də deyirlər. Reklam proqramları nədir? Adware-dir və ya Adware trojandır. Buna qısa olaraq Adware deyirik. Ad deməli reklam deməkdir və ya da software sözünün qısaldılmış formasıdır. Ümumiyyətlə spyware-də də software sözünün qısaldılmış formasıdır. Proqram mənasındadır. Yəni reklam proqramı burada da qeyd olunub. İstifadəçiyə istəmədiyi reklamları göstərir və yaxud da ki, reklam baxırsan ki, reklam proqramıdır. Amma əslində sizin məlumatlarınızı oğurlayır və casus proqramı kimi qarşı tərəfə göndərir. Bəs 3-dən 4 nədir? Detektor və müfəttişlər antivirus proqramlarıdır. Detektor sadəcə virusları tapır, deməli, axtarıb tapır və müfəttişlər isə nə edir? İlkin vəziyyətlə cari vəziyyəti müqayisə edən antivirus proqramlarıdır. Yəni 3-dən 4-ü seçmirik. Cavab olur 1, 2, 5. Buradan da düzgün cavabı qeyd edirəm. 25-ci sual. Müəllim dərs izah edərkən şagirdlər hansı növ informasiya qəbul edirlər? Bu sualda əsasən deməli belə qəbul edilir ki, görmə və səs informasiyasını şagirdlər qəbul edəcək. Fikir verəcək, süni intellekt də burada 2 dənə variantı əsas götürüb. Amma təbii ki, dad, qoxu, taktil də bugünkü gündə elə fənlər var ki, məsələn, kimya ola bilər, biologiya ola bilər. Bu fənlərdə müəyyən mənada
Məsələn, qoxudan, tutaq ki, biologiya dərsində meyvə gətirə bilərik, həm ona toxuna bilərik, həm iyini istəyə bilərik, qoxusunu istəyə bilərik, dadına da baxa bilərik ki, bu da əyani dərslərdə artıq digər informasiyadan da şagirdlər istifadə edə bilərlər. Amma söhbət ümumi şəkildə, məsələn, müəllim dərsi danışırsa, siz bir görürsüz və bir də eşidirsiniz. Bu şəkildə informasiyanı görüb eşitməklə qəbul edirsiniz. Və yaxud da ki, videoya baxırsınızsa, yenə görürsüz və eşidirsiniz. Ona görə də belə qəbul edirik ki, 2 dənə informasiya burada daha vacibdir. Ona görə 1, 2-ni cavab olaraq seçirik. Cavab olacaq, deməli, 1, 2. 26-cı sual. İnformasiyanın biometrik mühafizə sistemlərinə aid olanı müəyyən edin. Biz 18-ci sualda bu haqda geniş danışdıq. İndi də qısa olaraq nəzərdən keçirək. Barmaq izlərinə görə tanıma, daktiloskopiya. Bu, ən geniş yayılmış biometrik mühafizə üsuludur və doğrudur. Biri götürürük. İkinci, ayaq izlərinə görə tanıma. Belə bir sistem yoxdur. Bunu yanlışdır. Üzə görə tanıma. Dedik ki, üz cizgilərinə görə tanıma doğrudur və Face ID-nin də adını çəkdik. Burada da qeyd olunub. Götürürük. Dördüncü, dırnağın quruluşuna görə tanıma. Belə bir şey yoxdur. Və beşinciyə baxsaq, nitqin özəliyinə görə tanıma. Bu da doğrudur. Yəni 1, 3, 5 doğru olduğu üçün cavabı belə olaraq da qeyd edirik. 27-ci sual. Uyğunluğu müəyyən edin. Biz informasiyanın xassələri və informasiya prosesi haqqında 2-ci və 3-cü sualda ətraflı şəkildə danışmışıq. Burada da qısa olaraq desək, informasiyanın xassələri tamlıq və anlaşıqlıqdır. İnformasiya prosesləri isə ötürülmə və emaldır. Artıq qalan bənd diskretlikdir. Bu, alqoritmin əsas xassələrindən biridir. Və bu da nə deməkdir? Alqoritmin hər bir addımının sadə və sonlu saydan ibarət olması deməkdir. Yəni, hər bir addım kəsiləndə diskretdir, bu mənadadır. Bir də demişdik ki, belə bir şey də ola bilər ki, informasiya, rəqəmsal informasiya var və analoq informasiya var və diskretliyi bir növ diskret informasiyanı, yəni rəqəmsal informasiyanı göstərmək şəkli də götürülə bilər. Amma o halda da, yəni, bunların heç birinə aidiyyatı yoxdur bunun. Yəni, nə informasiya xassələri deyil, nə də informasiya prosesinə aid deyil. Yəni, bu diskretlik tamam ayrıdır, ya alqoritmə aiddir, ya da ki, dediyim kimi, rəqəmsal informasiya və ya diskret informasiya kimi onu götürə bilərik. Deməli, sualın düzgün cavabı 1-ə CD, 2-yə AY şəklində olacaq və B variantı heç birinə uyğun gəlmir. Düz cavabı da buradan 1-də qeyd edirəm. 1-ə CD, 2-yə AY. 28-ci sual. Son 3 sual 28, 29 və 30-cu sualların hər biri ətraflı yazılı tələb olunan suallardır. Əgər baxsaq bizim kitabçamıza görəcək ki, sualın həlli üçün boş yer verilib, eləcə də cavab üçün boş yer qoyulub. Bir də onu qeyd edim ki, bizim sınağımız mövzu sınağı olduğu üçün bu 3 sual bizim mövzumuza aiddir. Əgər qəbul imtahanına baxsaq, görəcəksiniz ki, 28-ci sual alqoritmin blok sisteminə aid olan bir sualdır. 29 və 30-cu suallar isə Python proqramlaşdırma dilinə aid kod yazısı tələb olunan suallardır. Gəlin indi başlayaq elə 28-ci sualımıza. Deməli, mən sizə 7 və 8-ci suallarda Sezar şifrələmə üsuluna aid yəni sualın izahını vermişdim və bu sual bir növ həmin iki sualın birləşməsidir. Yəni, bizə K1 və K2 açarları birbaşa olaraq qiyməti verilməyib. Biz 2 dənə söz əsasında buradan K1 və K2-ni tapmalıyıq və ondan sonra isə nə etməliyik? Gəlməliyik burada, deməli, K bərabərdir K1 üzərində K2. Yəni, K açarını tapmalıyıq. Bundan sonra da table sözünü sağa doğru K qədər şifrələməliyik. Yəni, burada da ingilis əlifbası verilib. Ümumiyyətlə, sağ tərəfdə siz görürsünüz də, həll göstərilib, videonu saxlayıb, həlli böyüdüb baxa bilərsiniz. Mən də sizə buradan addım-addım göstərəcəyim. Deməli, bir dənə Apple sözü var, keçib ETTP sözü şəklinə və burada K1 açarından istifadə olunub. Home sözü var, keçib KRPH şəklində, burada K2 açarından istifadə olunub. Deməli, K1, K2-ni də dedik ki, bunlar cəmlənib və nəticədə K açarı alınıb. Gəlin baxaq. Deməli, biz necə tapmalıyıq K1-i?
K1-i tapmaq üçün sözləri müqayisə etməliyik. 7-ci sualı yadımıza salsaq, deməli 2 dənə bizim sözümüz var və baxırdıq ki, hərflər arasında neçə addım yer dəyişmə olub. A hərfindən Y hərfinə keçid olunub, düzdür? Apple sözündəki A hərfi, E hərfi də HTTP sözündəki E hərfidir və sağa doğru keçsə görəcək ki, 4-cü hərf bizdə Y hərfidir. Deməli, burada K-nın qiyməti, K1-in qiyməti 4-dür. Əslində fikir versəz, süni intellekt bunları əlavə olaraq bizim üçün bir-bir yazıb. Yəni, ümumiyyətlə, Sezar şifrinin düz olduğunu yoxlamaq üçün bu lazımdır. Amma bizə açar lazım olduğu üçün, yəni hamısını yoxlamağa ehtiyac yoxdur. Bir dənə birincini yoxlasaq, məsələn, buradan 4-ü tapsaq, elə birbaşa K1-i 4 olaraq qeyd edə bilərik. Baxın, buradan da istəyirsiniz göstərim. Deməli, A buradadır. Sol tərəfdə baxırıq. Baxın, belə yaxınlaşdırım. Deməli, A-nı görürük. B, C, D və Y. 4-cü nədir? Y olduğu üçün biz bunu buradan seçirik. Daha sonra davam etsək, K2 açarını necə tapa bilərik? Eyni qaydanı tətbiq edirik. Burada home'dur və KR və H sözüdür. Burada H K-ya gəlib, necə gəlib? Deməli, 3 addım vasitəsilə. Yəni, H-ı götürürük. I, J, K. Üçüncüsü K-dır. Deməli, buradan da K2-ni 3 olaraq tapırıq. Davam edirik. Yeni K açarını tapmaq üçün nə etmək lazımdır? K1 ilə K2-ni toplayırıq. Yəni, burada toplasaq 4 üzərində 3 7 edir. K-nı tapdıq və bundan sonra da 7 addım sağa sürüşdürməliyik. Bir də burada biraz fərqli məqam ondan ibarətdir ki, table sözündə T hərfi buradadır. Gəlin qeyd edək. T hərfindən sağ tərəfə 7 addım geçsək, biz görəcək ki, burada 6 addımdan sonra, baxın, 1, 2, 3, 4, 5, 6. 6 addımdan sonra bizim artıq hərfimiz qalmayıb. Ona görə 7-ci addımı biz ən əvvələ gətirməliyik. Yəni, tam başa qayıtmaq lazımdır. Əgər 8 isəydi, biz B-ni götürəcəkdik, 9 isəydi, C-ni götürərdik. Deməli, bizdə 7 addım olduğu üçün T hərfi A hərfinə çevrilmiş oldu. Eləcə də digər hərfləri siz, yəni A-nı yoxlasaz, o H-a gəlib düşəcək, buradan 7 addım götürsün. H-a gəlir, B-ni yoxlasaz, I-yə gələcək, L, S-ə gəlir, Y-də L-ə gəlmiş olur. Yəni, sualın doğru cavabı A-hi-sı-lı şəklində olacaq. Buradan da qeyd edim mən. A-hı-i-sı-lı. Bu şəkildə həll etmək lazımdır. 29-cu sual. A ədədinə aşağıda göstərilmiş əmrlər tətbiq edilir. Baxın, bu 3 dənə əmr tətbiq olunur və bu ardıcıllıqla 1, 3, 2, 1, 3, 1 şəklində. Və bu zaman A2 dəyişəninin qiyməti nəticədə bu prosesdən sonra neçə olacaq? Deməli, baxsaq ardıcıllığa, yəni sadə bir əməliyyatlardır. Addım-addım baxırıq. A ədədini, deməli, 1 əlavə etmək var, yəni A üstəyə 1. Kvadrata yüksəltmək var, yəni A kvadratı və alınan nəticədən 2 çıxmaq var, yəni A çıxılsın 2. A-nın başlanğıc qiyməti 2-dir və biz bu ardıcılıqla əməliyyatı yerinə yetirəcəyik. Addımlara baxsaq, bu formada yerləşdirirəm. Baxırıq, birinci əmr vasitəsilə biz nə edəcəyik? 1 əlavə etsək 2-nin üzərinə olacaq ədədimiz 3. Daha sonra 2 çıxsaq, yəni A ədədindən 3-dən 2 çıxırıq, yəni A-nın son qiyməti 3 olur, çıxsaq 2-ni 1 alınır. Kvadrata yüksəlsək 1-in kvadratı 1 edir. Baxın, bundan sonraki əməliyyata diqqət yetirin. 1 əlavə etdik, oldu 2. 2 çıxdıq, oldu 0 və 1 əlavə etdik, oldu 1. Əslində, fikir versəz, 1 əlavə et, 2 çıx, 1 əlavə et. Bunların özü, yəni 1, 3, baxın burada, bunlar hansı əməliyyatlardır? 1, 3, deməli 1, 3 və 1 əməliyyatları. Baxın, 1, 3, 1 əməliyyatı. Nəticədə onsuz da 2 dənə 1 əlavə etmək, bir dənə 2 çıxmaq deməkdir. Yəni 0 əlavə etməkdir. Yəni biz ilk 3 əmri yerinə yetirəndən sonra sualın cavabını artıq tapmış oluruq. Yəni cavab 1 edir. Yəni əlavə bunları hesablamağa ehtiyac yoxdur. Yəni bu 131 2 var. Bundan məsələn 10 dənə də ardıcı 1, 3, 1, 1, 3, 1 kimi şəkildə yazılsaydı da biz nə edəcəkdik? Deyəcəkdik ki, bu hissələrin, bu əməliyyatın nəticəsi 0 olduğu üçün biz onları artıq nəzərə almırıq da, bir-bir oturub hesablamamalıyıq. Vaxtımız gedə bilər.
və doğru cavabı da buradan 1 olaraq qeyd edirik. 30-cu sonuncu suala baxırıq. Rəqəmləri müxtəlif olan ixtiyari 3 rəqəmli natural ədədin rəqəmlərinin kvadratları yanaşı yazılaraq yeni ədəd alınır. Alınmış yeni ədədin rəqəmləri cəminin ən çox neçə ola biləcəyini müəyyən edin. Yeni ədədimiz bilinmir neçə rəqəmli olacaq. Yəni ən böyüyü 6 rəqəmli ola bilər. Çünki rəqəmi kvadrata yüksəldəndə 2 rəqəmli ədəd alınır və yanaşı yazılanda ümumilikdə 6 rəqəm əmələ gələ bilər. Və biz bütün rəqəmləri toplasaq, ən çox neçə ola bilər? Bax, bizdən bu soruşulur. Gəlin addım-addım baxaq, görək nə alına bilir. Deməli, biz bütün rəqəmlərin kvadratlarını əvvəlcə tapırıq. Baxın, burada yazırıq və həmin kvadratlara diqqət yetirsək, görəcək ki, bu kvadratların rəqəmlərin cəmi içində ən böyük olanı hansıdır? 7-nin kvadratı, yəni 13-dür. Daha sonra nisbətən balaca olanı 8-in kvadratı 10-dur və nisbətən ondan da balaca olanlar da 9, burada da 9 var və burada da 9 var. İndi diqqət edirik. Deməli, biz ədədi, deməli, hər bir rəqəmini kvadrata yüksəltdik. Gəlin, baxaq buradan. Deməli, 3 dənə xana mən çəkirəm. Formada 3 yerə ayıraq. Bir də baxaq ki, biz nə etməliyik? Ədədi kvadrata yüksəldirik. Ədədin, yəni rəqəmini kvadrata yüksəldirik. Tutaq ki, hansını yüksəltməliyik? Ən böyük cəm olanı yüksəltməliyik. Tutaq ki, 7-ni mən bura yazıram. 7-nin fərqi yoxdur, hara istəsəz yaza bilərsiniz. Və bunu kvadrata yüksəldəndə neçə alınır? 49 alınır və bu alınmış ədədin ilk rəqəmləri, yəni 4, 9-dan başlayır ədəd və bu ədədin rəqəmləri cəmi olur, nə? 13 olur. Buradan yazıram 13. Digərinə baxsaq, bizdə bu 10 ədədi var, düzdür? Bu 10, yəni 8-in kvadratı var. Bura mən 8 yazsam, bura gələcək olacaq 64, yəni rəqəmlərin cəmi 10 olacaq. Burada da digər ədədlərdən birini, məsələn, 3-də yaza bilərəm. Onda ədəd neçə olacaq? 5 rəqəmli olacaq. 6 və 9 yazsam isə daha böyük olacaq, 6 rəqəmli olacaq. Gəlin onu da qeyd edək. Burada 9 yazıram və ədədə baxsam, görürəm ki, bu 81 olur və nəticədə rəqəmlər cəmi 9-dur. Fikir versək, bu bizim ədədimizdir. Baxın, bu bizim ədədimizdir. Yəni 496.481. Bu formada bir ədəd var və nəticəmiz isə nədir? 13 üzərinə gəlsin 10, üzərinə gəlsin 9, yəni neçədir? 32-dir. Deməli, ədədimizin rəqəmləri cəmi, bütün rəqəmləri toplasaq, cavab alınacaq 32. Fikir versəz, burada aşağıda ən böyük cəm, ikinci ən böyük cəm, üçüncü ən böyük cəmi mənim dediyim kimi bu formada tapmaq olur və son olaraq da, məsələn, burada 7, 8, 9 götürürlər. 9-un əvəzinə 3 ilə 6 da götürmək mümkündür təbii ki. Və bu zaman ədədimizdə bu formada rəqəmlər olacaq və bu rəqəmləri topladıqda nəticədə 32 alınacaq. Deməli, sualın doğru cavabı 32-dir. Mən də buradan doğru cavabı qeyd edirəm. Belə, bununla da bütün sualların izahını yekunlaşdırdım. İzlədiyiniz üçün təşəkkür edirəm. Videoların davamı gələcək. Kanalı izləmədə qalın. Hər kəsə uğurlar.